Yeni standartlara görə nəqliyyat vasitələrini texniki xidməti həyata keçirən personal işini mükəmməl bilməli və bunu təsdiq edən təhsil haqqında sənədə sahib olması vacibdir. Həmçinin nəqliyyat vasitələrinin təmiri zamanı istifadə edilən bütün komponentlər texniki normativ hüquqi aktların və müvafiq sənədlərin tələblərinə uyğunluğu mütləqdir. Avtoservisdə müştərinin fikrini bildirməsi üçün rəy və təkliflər kitabda olmalıdır. Eyni zamanda göstərilən xidmətlərin və ehtiyat hissələrinin, materialların qiymət cədvəli də burada asılmalıdır. Həmçinin müştərinin görə biləcəyi yerdə avtoservisin iş rejimi, göstərilən texniki xidmətlərin siyahısı, sifarişlərin yerinə yetirilməsi müddəti kimi məlumatlar da asılmalıdır. Yeni standarta əsasən nəqliyyat vasitəsi avtoservisə təmirə verildikdə, usta və müştəri arasında müqavilə ilə yanaşı təhvil təslim aktı da tərtib edilməlidir. Standartlar tətbiq olunduqdan sonra həqiqətən də servis mərkəzlərində göstərilən xidmətin keyfiyyətində müsbət dəyişikliyi biz hiss edəcək. Ən azından deməli nəqliyyat vasitəsi təmir mərkəzindən çıxdıqda istismar olunan zaman hər hansı bir problemi yaranmaması bilavasitə istifadə olunan ehtiyat hissələrin, təmir işlərini yerinə getirən peşəkar kadrların, personalın xidməti nəticəsində baş verəcəkdir. Qeyd edək ki, yeni standarta görə avtoservislərdə nəqliyyat vasitələrinə xidmət 3 kateqoriyaya bölünür. Hər birinin ayrı-ayrı qiyməti və zəmanəti olacaq. Bu xidmətlərdən istifadəni isə müştəri özü seçir. Orxan Rasifoğlu, Orxan Qurbanov, Carçı.